Gəlin hava ilə bağlı xəbərdarlığı birlikdə izləyək. Ötən günlərlə müqayisədə havanın temperaturu 3-5 dərəcə enəcək. Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə martın 27-si gündüzdən 29-una dək küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı xəbərdarlıq verilib. Belə ki, Bakıda və Abşeron yarımadasında martın 27-si səhərdən 29-una dək arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısa müddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə su basma halları istisna olunmur. Azərbaycanın bəzi rayonlarında martın 27-sindən 31-nədək hava şəraitinin fasilələrlə intensiv xarakterli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Martın 27-si 28-də ayrı-ayrı yerlərdə Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Şamaxı, Ağsu, Qobustan, Hacıqabul, Neftçala, Sabirabad, Salyan, Qarabağ və Şərqi Zəngəzurda yağıntıların güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında, xüsusilə Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri ərazisindən axan çaylarda qısa müddətli daşqın və sel hadisələrinin baş verəcəyi ehtimal olunur. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.